Elşad bəy, sizi salamlayıram. Elşad bəy, sizin təcrübəniz, qlobal bazarlarda böyük təcrübəniz var və mənə maraqlı olardı, qlobal bazarda Azərbaycan bazarının ümumiyyətlə yeri hardadır, trendlərdə biz necə özümüzü göstəririk və perspektivlərimiz nədən ibarətdir? Çox sağ olun Pərvanə xanım. Salamlayıram bütün forum iştirakçılarını, foruma fəaliyyətində uğurlar arzulayıram. Biz qlobal bazarlarda trendlər haqqında kifayət qədər danışıldı. Yəni artıq trendlərlə, meyllərlə tanışıq, yəni təkrarçılığa yol vermək istəmirəm. Amma bu trendlərin Azərbaycan kapital bazarlarında tətbiqi ilə bağlı düşünsək, əslində bu trendlərin hər birinin Azərbaycan kapital bazarlarında tətbiqi aktualdır. Sadəcə biz hansı meyar əsasında bu trendləri Azərbaycan kapital bazarlarında tətbiq etməliyik? Burada təbii ki, Azərbaycan kapital bazarlarının inkişafı ilə bağlı fundamental problemlər var. Biz hələ inkişafımızın ilkin mərhələsindəyik. Dolayısıyla burada praktik əhəmiyyət meyarı nəzərə alınmalıdır. Azərbaycan kapital bazarlarının, dediyim kimi, ilkin inkişaf mərhələsi həm də maliyyə ədəbiyyatında bizə tanış olan maliyyə ardıcıllığı dilemması problemidir. Bildiyiniz kimi, iqtisadiyyatlar liberallaşdıqca maliyyə sistemi daha çox bank əsaslı, bank ağırlıqlı inkişaf eləyir. Və banklar bu baxımdan institusionallaşır və xüsusən kredit risklərinin dar olması baxımından banklar həm Bazel standartları çərçivəsində tənzimləməklə, həm regulyatorun qəbul elədiyi korporativ standartlar, həm kredit, xüsusən də kredit riskinin dar olması baxımından, hansı ki bu kapital bazarlarında kifayət qədər aktualdır. Kredit riski ilə bağlı mürəkkəb kredit modelləri tətbiq olunur, banklarda kreditlər üzrə ehtiyatlanma təcrübəsi var və beləcə məlumat asimetriyası şəraitində bank sistemi olduqca inkişaf edir və bu nisbətən kapital bazarlarının inkişafını bir texniki həvəssizlik yaradır. Mən xüsusən kredit riskinə diqqət çəkirəm. Əslində, ötən gün Oktay ilə müzakirəmizdə təsadüfən belə bir şeyin üzərinə gəldik. Biz listing qaydalarını danışarkən dövriyyə əsaslı listing və ağla bir sual gəldi. Niyə underwriting əsaslı listing olmasın? Çünki kapital bazarlarında təməl problemlərdən. Biz bu kapital bazarlarında əslində investor və emitentləri kredit riski baxımından üz-üzə qoyuruq. Düzdür, mahiyyət etibarilə kapital bazarlarının əslində mahiyyətində bir sığorta mexanizmi yatır. Çünki bir emitentə qarşı kütləvi investor burada çıxış eləyir. Amma banklarda isə bir kreditor və bir borcalı. Amma məlumat asimetriyası şəraitində bu mühitdə təbii ki, burada banklar önə çıxmalıdır. Amma kapital bazarları məlumat asimetriyasını xoşlamır. Çünki o kifayət qədər dalğalanmalara səbəb olacaq və bu kapital bazarları baxımından arzu olunan deyil. Çünki maliyyə sabitliyinə, makroiqtisadi sabitliyə kifayət qədər təhdid təşkil edə bilər. Bu baxımdan düşünürəm ki, istənilən yeni trend, yenilik Azərbaycanda dedim ki, kapital bazarlarının inkişaf strategiyasına uyğunlaşdırılmalıdır. Biz fundamental olaraq hal-hazırda mübarizə apardığımız kapital bazarlarında problemlər bəzi hallarda çox elementar problemlərdir. Biz bazar infrastrukturunun inkişafı ilə bağlı hələlik çox geridə qalırıq, investor məlumatlığı ilə, real sektorun kapital bazarlarına çıxış imkanları ilə bağlı. Bu sferalara təbii ki, diqqət dövlət səviyyəsində, regulator səviyyəsində kifayət qədər yüksəkdir. Yəni, ümumilikdə dediyimdə, yəni, praktik əhəmiyyət meyarını əsas alaraq bu sualınızın cavabını ümumiləşdirsək, bu baxımdan yanaşa bilərik. Çox sağ olun, Elşad. Mənim sualımız var. Mən düşünürəm ki, bu sualı hələ sizə verim. Həm də bizim yəni tədbir iştirakçılarının suallarına keçək və düşünürəm sizlər bu suallara yaxşı cavab verə bilərsiniz. Ümumiyyətlə belə bir balans yaranmalıdır. Biz istəyirik inkişaf eləsin bazar. Digər tərəfdən də biz riskdən qorxuruq, onu biz yəni necə deyirlər, deməliyik. Ümumi olaraq hər hansı bir dövlət tənzimlənməsi ilə və bazarın inkişafı ilə bağlı, bir tərəfdən bazarı inkişaf eləmək, digər tərəfdən isə dövlət tənzimləməsi bəzən çox ciddi olur və bunun arasında hansısa bir balans olmalıdır. Bilirsiniz ki, compliance tələbləri günbəgün artır və s. Qısa olaraq sualımı belə istəyərdim ümumiləşdirib. Liberal bazar tənzimlənməsini seçirik, yoxsa güclü tənzimləmə? Bilirsiniz, bu əslində elə bayaq mövzuya toxunduğum dilemma məsələsidir. Bu maliyyə dərinləşməsi, financial deepening trade-off dediyimiz belə bir təzad əslində regulatorun nə qədər bazarı tənzimləməyi, bir o qədər bazarın inkişafını ləngidir. Amma biz bu təzadı fərqli cür idarə eləmək də mümkün deyil. Çünki
Bir yandan siz dedim kimi bazar infrastrukturu inkişaf etməmiş bir kapital bazarından danışırsınız, risklərin tənzimlənmədiyi, risklərin deyək ki, maliyyə sisteminin fərqli sektorunda konsentrasiya olduğu bir sistemdən danışırıq. Belə bir şəraitdə biz bazarı kifayət qədər belə deyək də tənzimləməni sərtləşdirsək ləngidirik, liberallaşdırsaqsa əlavə risklərə yol açırıq. Bu dilemmada qızıl nöqtəni təbii ki biz ümumi makroprudensial siyasətdə əslində görə bilirik. Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər planında biz görürük ki, orada sosial-iqtisadi inkişafa dair dayanıqlı inkişaf və rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılması hədəfi var və bu hədəf çərçivəsində birinci faza tədbirlər planını əhatə edən strateji plan sosial-iqtisadi inkişafa dair və oradan maliyyə sektorunun, maliyyə sisteminin inkişaf strategiyası Mərkəzi Bankın qəbul etdiyi sistem və biz burada əslində tədbirlərə nəzər salsaq nisbətən sizin sualınıza cavab alırıq. Yəni biz daha çox bazarın deyək liberallaşdırılması, tənzimləmənin sərtləşdirilməsindən daha çox həmin fundamental problemlərə köklənərək bazar strukturunun inkişaf etdirilməsi, real sektorun bazara çıxış imkanlarının artırılması, investorların məlumatlığının yüksəldilməsi və bu kimi belə deyək fundamental problemlərə köklənmişik. Təbii ki, bunun yanında biz dayanıqlı maliyyə meyarlarının, rəqəmsal maliyyə meyarlarının, innovativ yanaşmaların da həm tənzimləmə çərçivəsinə, həm investisiya şirkətlərinin biznes fəaliyyətinə inteqrasiyası problemlərini, məsələlərini gündəmə gətirilir o strategiyada. Ümid edirəm ki, sualınıza kifayət qədər cavab verə bildim. Bəli, bəli. Çox sağ olun Rəşad müəllim.